Qatar stansiyasına və mərkəzi yola yaxın məsafədə Kupcalı 3 otaqlı həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. 2 sot torpaq sahəsində inşa olunub, 3 otaqdan ibarətdir. Sənəd həm evin, həm torpağın kupçasıdır. Qeyd etdiyim kimi Qatar stansiyasına və yaşayış binalarına yaxın məsafədədir. Məhəmmədi qəsəbəsinin giriş hissəsidir. Evin tikilişi də çox keyfiyyətlidir. Kənarları da kolondur, fundamenti, kəməri hamısı qaydasındadır və yan tərəfində də var bu evdən. Gördüyünüz kimi kənarları kolondur. Tam təmirli 3 otaqlı həyət evi, Məhəmmədi qəsəbəsinin giriş hissəsi və yaşayış binalarına da çox yaxın məsafədir. Sol tərəfdən zirzəmi hissəsinə, sağ tərəfdən də arxa hissəsinə keçid mümkündür. Dəhliz hissəsi, sağda mətbəx, hamam və sanitar qovşaq ikisi birlikdə. Dəhlizin sonunda sağda bir otaq, solda ikinci yataq otağı və girişdə sol tərəfdə isə geniş qonaq otağı. Ev yerləşir Məhəmmədi qəsəbəsinin giriş hissəsində, Qatar stansiyasına və yaşayış binalarına yaxın məsafədədir. 2 sot torpaq sahəsində Kupcalı 3 otaqlı həyət evi. Qiyməti 92.000 manat. Real alıcıya indirim olunacaqdır. İpoteka üçün də yararlıdır. Alıb rahat şəkildə də qeydiyyata da düşə bilərsiniz. Qiymət 92.000 manat. Tam təmirli həyət evidir. Bu və ya digər elanlar üçün də kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.